Python-da yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, bizdə bir budaqlanan alqoritmimiz var. Gəl bunu biz bir cədvəl formasında yazaq və bir-bir icra etməyə başlayaq. Bizim ümumilikdə 4 dənə dəyişənimiz var. S-in ilk qiyməti 10-dur, A-nın da ilk qiyməti 10-dur. Daha sonra D-nin qiyməti A-ya bərabər edilir, yəni 10-a bərabər edilir. Daha sonra da B-yə bir 20 qiyməti verilir. Daha sonra A-nın qiyməti B olaraq dəyişdir. Yəni A-nın yeni qiyməti B-yə bərabər edilir. Daha sonra isə B-nin qiyməti D-yə bərabər edilir. Yəni B-nin də qiyməti 10-a bərabər edilir. Daha sonra bir şərt başladılır. Deyir ki, A əgər bizdə B-nin 2 mislindən böyük və bərabərdirsə, baxırıq A bizdə 20-yə bərabərdir, B də 10-a bərabərdir. Onu 2-yə vursaq 20-yə bərabər edir və deməli şərt ödənir. Şərt ödənir və artıq aşağıdakı if operatoruna düşürük. Deyir ki, D B-dən kiçikdirsə, D B-dən kiçikdirmi? Kiçik deyil, bərabərdir. O görə deməli biz nə edirik? If operatoruna baxmırıq, else-in daxilinə baxırıq. Baxın bu hissəyə. S-in üzərində B-ni gəlirik. S-in üzərində B-ni gəlirdə S-in qiyməti 20 olaraq alınır. Daha sonra deyir ki, A D-dən böyükdürsə, A D-dən həqiqətən də böyükdür, A 20-yə bərabərdir, D 10-a bərabərdir. Bu zaman S-ni etdirir 2-yə vur. Yəni ki, S-in qiyməti 40-a bərabər edir. Else də baxmırıq. Nəyə görə baxmırıq? Çünki baxın, bu if ödəndiyi üçün artıq else baxmırıq. Və burada artıq bizim dövr operatorumuz bitir. Hansı ki, biz bu else də yuxarıdakı if ödəndiyi üçün baxmayacağıq. Və sadəcə print S olaraq S-in qiymətini çapa biləcəyik. Və bu da yekun olaraq cavabı bizdə 40 olaraq nəticələndirir və cavabımız C variantı olur.